Salam, hər vaxtınız xeyir olsun dəyərli qrup üzvləri və Telegram kanalının izləyiciləri. Hər vaxtınız xeyir, həftəniz xeyirli, bərəkətli olsun uşaqlar. Yəni bildiyiniz kimi biz axşam saatlarında da qızılın qalxması haqqında, bu gün səhər sübdən qızılın qalxması haqqında yazmışdıq və qızıl nə az nə çox 74-75 dollarla bir yüksəliş nümayiş etdirdi. Təbii ki, biz demək nəyi nəzərdə tutmuşduq? Demək ki, yazmışdıq ki, qızılın 300-500 dollara qalxmasını gözləyənlər neçə nəfərdir? Yəni mənimlə birgə hədəf 5223, 5333, 5390, 5478. Yəni bu həftə üçün nəzərdə tutulan 5200-lər idi. Demək, İlkin olaraq təbii ki, qalxışlar bizim tələbələrin əksəriyyəti bilir. Yəni 5145-ləri biz nəzərdə tutmuşuq. Qiymət daha çox yuxarı qalxdı. Təbii ki, növbəti hədəflərdə biz 5200 hətta 53-ləri gözləyirik. Amma səhər saatlarında satış əməliyyatları, birinci satış əməliyyatları daha yüksəklikdən gəldi. Bu SIP kanalı üçün. Sonra biz 5135-dən növbəti selləri demək dərc etdi və hədəf olaraq 5100-lər. Amma yazdıq ki, 10 dollar olan kimi sığortalamaq lazımdır. İlkin olaraq 10 dollar gəldi aşağı. 9-10 dollarlıq gəldi aşağı. Yəni indi ümumi olaraq hədəflər, iki hədəfi var. Birinci 5100-lər, sonra da 5062-lərdir hədəflər. Yəni səhər saatlarında belə qalxışlardan, yəni korreksiyalar da ola bilir, amma biz yenidən alış əməliyyatlarımızı icra edərik 5160-lardan, 5161-lərdən. Hələ ki, onu göstərir. Gümüşə gəldidə isə, gümüşdə nələr baş verir? Biz elə bir ki, səhər saatlarında, yəni burada səhər saatlarında biz gümüşün 87-də, qızılı isə 5165-lərdən hətta biraz gec girmişik gümüşə. Çünki maksimum vurandan sonra, belə bir maksimumdan sonra, yəni sürətli maksimumdan sonra, yəni satış əməliyyatları 5170-lərdən gəlməli idi. Yəni bu riskdir. Yəni tam olaraq riskdir. İndi hal-hazırda biz gözləyirik ki, qiymət gəlsin. Yəni bunu burada kiçik lotdan vermək olar. Yəni risk yəni nə üçün? Çünki yəni 75 yox, 175-də qalxa bilər. Amma biz yəni işimizin şansı yox, sadəcə olaraq analiz əsasında qururuq. Keçək biz gümüşə. Gümüşdə də yəni satış əməliyyatları gəlib, növbəti satış əməliyyatları 85-lərdən sonradır. Bitcoin-da biz alış əməliyyatlarını lap aşağıda, yəni 2 dənə əməliyyatlar vermişik. Bir alış verdi, düşdü aşağı, bir dənə də alış verdi. Yəni indi istiqamət nədir? İstiqamət yəni bərbaddır. Yəni biz yenə deyək ki 57-700-ləri gözləyirik. Əgər yuxarı qalxmasa, bu territoriyadan çıxmasa, vəziyyət heç də yaxşı olmayacaq uşaqlar Bitcoin üçün. Yəni Bitcoin bu zonadadır. Diqqətlə baxın. Bu zona Bitcoin-in bu zonası, yəni bunu loja siqnal kimi götürürük. Bu zona çox güclü bir zonadır. Deməli 62-lərdən aşağı formalaşsa satışlar və sürətli satışlar 57-lərə qədər, deməli 71-500-lərdən yuxarı formalaşsa, təbii ki, yenidən alışlar, yüksəliş olacaq. 0-cı nöqtəmiz də budur uşaqlar. 67-500-lərdir. Belə Ethereum da eyni vəziyyətdədir. Funtun dollar rəqabəti bugün satış əməliyyatları gələrmi, gəlməzmi sualına gəldidə isə, yəni funtun dollar rəqabətində satışlar təbii ki, dönüş nöqtəsi budur. 1.34-9-lərdir. İndi 35-100-lərdir. Yəni indi satış əməliyyatlarını versə 100 pipsi bir gəlir var. Evro dollar rəqabətində də satışlarımız siz rahat bir şəkildə 1.18-100-lərdən verə bilərsiniz. Və ən azından belə deyək də, 100 pipsi. Belə Nasdaq S&P Dow Jones-a gəldikdə, onlar biz uzun müddətli baxsaq, yəni burada üçbucaq idi.
Yəni çox belə eybəcər bir variantdadır burada. Əslində Wimple hələ yerində durur. Bu Wimple. Baxaq Nasdaq-a. Nasdaq-da da bu üçbucaq var idi. Biraz aşağı gəlib formalaşa bilməyib, dəstək xətti keçə bilməyib. DAX-a baxaq. DAX-da da Wimple-dır. Belə hələ ki düşüş gözlənilmir. Deməli Dow Jones-da da hələ uptrendədir. Sadəcə olaraq gündəlik, yəni kiçik zaman intervalında alış-satışlar olur. Biz bunu dərc edərik. Yəni əsasən biz yenə qayıdaq deyək qızıla. Qızılda ən minimum hədd hansı idi? Ən minimum nəyə vurdu? Deməli low 5122. Hətta belə deyək də 5132-də satış əməliyyatları açan belə sığortalayıb və bağlaya bilər. Çox uşaqların əksəriyyəti 8-10 dollardan bağlayırlar. Nə üçün? Çünki bazar çox sürətlidir və biz bir şeyi nəzərə çatdırım. Biz deməli bu partlayışı gözləyirdik 5-ci gün dərc etmişdim və qiymət həqiqətən yəni çox sürətlə yuxarı doğru istiqamətini davam etdirir. Yəni cümə günü nə az nə çox 120 dollarlıq bir yüksəliş oldu. Təbii ki, bu Amerikada çıxan xəbər özünə yer etmək üçün uşaqlar bu normaldır. Yəni Amerikada çıxan xəbər yaxşı oldu. Qiyməti sıxdı aşağı. Biz satış əməliyyatlarını demişdik və satış əməliyyatlarında deməli vacib xəbərdən 50 dollarlıq bir eniş müəyyən etmişdik. Baxaq görək burada xəbərlər deməli 64 kimi qalxdı xəbər və burada biz xəbərdə yazmışdıq ki 10 dollar yuxarı, 10 dollar aşağı. Burada take profit stop loss'ları da biz demək baxın hər birinə buy stop sell stop yazmış. Hər birinə 5-ci gün axşamı hər birinə bu dəfə 50 dollarlıq gəlir təyin edə bilərik yazmışıq. Prosta da həqiqi səhv olub. Yəni 50 dollarlıq. Gəlin baxaq, yəni bu 50 dollarlıq özünü doğrultdumu yoxsa doğrultmadı? Yəni xəbər çıxandan sonra ümumi olaraq deməli 64 dollar aşağı düşdü. Biz yəni buy stop sell stopları yerləşdirsəydi deyək ki 50 dollarlıq anidən götürdü. Amma hər ikisi açılanlar isə o problem deyil. Nə üçün? Çünki aralarında əgər belə deyək də 10 dollar fərq olardısa, əgər kimdəsə buy da açıldı, sell də açılsaydı, selli biz 50 dollarına götürəndən sonra bu yəni aşağı doğru istiqamətə davam etdirdi. Yəni burada idi 10 dollar buradan çıxaq. Belə qoyaq bura 10 dollar buradadır. Və buradan deyək ki, hazır qiymətdən biz satış əməliyyatlarını açdıq. Bu gəldi aşağı 52 dollar, 53 dollara gəldi. Take profit'i bağladı. Əgər kimdəsə məsələn buy yaxında idisə, məsələn deyək ki 10 dollar bura düşürsə, əgər burada idisə, yəni o yenidən yuxarı qalxandan sonra yəni böyük bir gəlirlə bazardan çıxa bilərdi. Çox rahat bir şəkildə. Əgər deyək ki, hər ikisi açılmışdısa. Əsas bizə lazım olan 50 dollarlıq idi. Yəni burada buy da gəlir verdi bizə. Buy da bir 50 dollarlıq gəlir verdi, sell də 50 dollarlıq gəlir verdi. Yəni çox mükəmməl bir nəticə oldu. Hər iki tərəfdən gəlirlə nəticələndi. Yəni bu gün indi hal-hazırdakı yenidən satış əməliyyatlarımız 5121-dən verə bilərsiniz növbəti satışları. 5121-dən 5100-ə qədər. Belə bunu bizim Real Traders-də dərc edək. Bu bizim 500 manatlıq kanalda dərc edək. Deməli qızıl yazaq qızıl növbəti sell deməli 5121-dən 5121-dən 5000 bunu bir də 5100-lərə kimi PP. Xeyirli olsun. Bunu biz bizim Real Traders-də 5 manatlıq kanalda biz dərc etdik. Belə əzizlərim
İnşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Əsas olan bu idi biz 5-ci gün qalxışı dedik. Mükəmməl bir səhər saatlarında ardıb gəldi. Alışlar isə dediyimiz kimi 5161-dən biz yenə erkən aylar da gələ bilər. 5152-dən, 53-dən. Onu da dərc eləyərik siqnal kanalında.